Aha, deməli bugünkü dərsimiz nədir? Bugünkü dərsimiz OOP giriş, class, konstruktor, obyekt və inheritance. Yəni miras alma. OOP-nin ilk prinsiplərindən biri inheritance. Belə deyim, ümumiyyətlə proqramlaşdırma ən belə təməl özəyi deyəndə hamının ağlına gələn şeylər algoritm, data struktur və OOP-dir. Ümumiyyətlə bu hissələri bilsən, sintaks fərq eləmir. Liboy proqramlaşdırma dilinə istədiyin vaxt keçə bilərsən. Düzdür, fərqliliklər olur, amma yəni də izah etmək istədiyim odur ki, bütün proqramlaşdırma dilləri bu prinsiplərə uyğun işləyir. OOP, nə bilim nə, bu prinsiplərə uyğundur hamısı. Heç bir proqramlaşdırma dili fərqli deyil. İndi belə bir məsələ var. Mən həmişə fikirləşirəm ki, proqramlaşdırma real həyatdan izah eləmək daha belə rahatdır da insanla başa düşmək üçün. Belə deyək. Yenə də real həyatdan izah edirəm. Məsələn, götürsək bir maşın nədir? Maşının belə deməyək də, maşının hansı xüsusiyyətləri var? Maşın rəngi var, sürəti nə qədər var, nə bilim at gücü var, ölçüsü var, nə bilim sedan ola bilər, nə bilim nə ola bilər, SUV ola bilər, fərqli-fərqli xüsusiyyətlər var da. Belə fikirləş ki, maşın bir obyektdir. Biz də proqramlaşdırmada belə obyektlər yaradırıq. İndi klası izah edeyim ki, klass nədir? Klass bizim həmən yaratdığımız obyektin planıdır. Yəni o şablondur. Məsələn, biz keçən dəfə dərsdə axı neyniyirdik? Gəlirdik metodu çağırmaq üçün metod hansı klassın içindədirsə, onun obyektini yaradırdım. Sonra gəlirdim, metodu çağırırdım. Adi metodları. Statikdə bu təbii ki elə deyil. Amma belə bir söhbət var ki, klass obyektin planıdır. Məsələn, mən bura gəlib belə bir şey eləsəm, yazıram məsələn klass, kar adında bir dənə klass yaratsam, içində də məsələn yazım ki public string səhv yazmayım. String nəyə olar maşının? Maşının adı olar. Adı. Adı olsun. Property yaratmıram da field yaradıram. Bunlar fieldlərdir. Bir də nə olar? Public string yazaq şey. Brand yazaq da, brand. Maşının brendi olur, adı olur. Məsələn, BMW F30 məsələn adı yazdım. İndi belə bir məsələ var da. Mən bir dənə klass yaratdım. Adı maşın oldu. Maşın klass yaratdım və içində fieldlərini, yəni həmin yaratdığım klassın xüsusiyyətlərini yazdım. Burada həmin maşının adı, birində onun xüsusiyyət sayılır. İndi obyekt yaratmaq var. Mən bayaq dedim ki, klass bizim yaradacağımız obyektin şablonudur. Yəni mən burada yaratdığım klass sadəcə bir plandır. İndi bunu biz real obyektə çevirməliyik və həmən bu name'dir, branddir, onları bildirməliyik. Gəlin bura. Hətta bunu silin. Bu mənə asla lazım deyil. Bunu silin. Bura gəlim. İndi bayaqki yaratdığım klassın obyektini yaradım. Gəlin yazım bura car. Elə keçən dəfə göstərmişdim də obyekt yaratmalı şey. Bu formada. Car. Aha. İndi mən həmən car klassının obyektini yaratdım. Və bu o deməkdir ki, indi mən gəlib yazsam ki, mən obyektimin adı nədir? Balaca hərflə yazdım kartda. Mən gəlib bura nöqtə qoyanda mən o içində olan xüsusiyyətlərimi görürəm. Brendi görürəm, brendi. Və bunu adlandıra bilirəm. Gəlib məsələn bura yazıram ki, brend yerinə. Məsələn yazıram BMW. Gəlib məsələn indi brendi elədim. Brendi doldurmuşamsa name-i də doldurmalıyam. Gəlib burada şey eləyirəm. Name-i də doldururam eyni formada. Name. Olsun bu da şey. Məsələn F30 tutaq ki. Tərcih edim bilmirəm bunlar. Bu əslində fərqli olmalıdır. Amma bir dənə. Ha, bu silinir. Ha. Brendi yazdım. Bir də karın maşının adını yazdım. Elə bil ki, obyekt yaratdım və obyekti necə yaradıram? Hər hansı bir klassdan. Klass mənim şablonumdur. Həmin mən şablonu deyirəm ki, hansı xüsusiyyətlərim olacaq və onun obyektini yaradıb ona uyğun məlumatları doldururam xüsusiyyətlər yerinə. Yaddaşda yaratır. Niyə o demək ki, yəni yaddaşda yaratır və
burada gəldim, dedim ki, hə, mənə kar sinifindən adı kar olan bir obyekt yarat. New. Yaddaşda bir dənə obyekti yaraşdı. İndi konstruktor nədir? Konstruktor odur ki, obyekt yaranan kimi avtomatik işləyən xüsusi metoddur. Mən obyekti yaradan kimi bu içində yaratdığımız konstruktor avtomatik olaraq işləyir. Gəlin mən bunun içində konstruktor yaradım. Məsələn, gəlib bura yazıram ki, public adın qoyaq, card adın qoyaq deyəndə ki, yəni belə yaradanda belə olur da. Hə, indi mən konstruktorumu yaratdım. Konstruktorumu yaratdım. İndi konstruktor nə işə yarayır? Məsələn, mən gəlib burada deyirəm ki, belə olsun, string, məsələn, BMW. String BMW yazdım. Gəlib sonra burada brend yerinə yazıram brend bərabərdir BMW. Bu o deməkdir ki, mən konstruktorun içində brendə bir ad verdim və obyekti yaradan kimi həmən konstruktor avtomatik olaraq işə düşür. Bax, burada nəsə problem var, görürsən? Bu problem qırmızı xətt olmaq səbəbi budur. Mən gəlib bunu buradan silirəm. Bunu da silirəm. Gəlib burada bir dənə belə yazıram. Bu məndən istəyir ki, nəsə bir brend yazım ora. Bax, deyir ki, sən ora ha, burada görsənmədi. Deyir, məsələn, bura BMW yazmalısan. Bax ki, belə bir şey yazaq da. Nə yazaq? Ya da belə eləyək də. Bu BMW biraz şey oldu. Məsələn, adını qoyaq B. Bunu da B eləyək. B. String B. Uje mən uje mən gəlib burada. Bayaqkı kimi eləmirəm də. Bayaqkı kimi gəlib burada kar nə bilim nöqtə neyimdə də yazmıram. Bu da məsələn bu brendə aid bir dənə şey yaratdım. İndi neyimə aid də mən gəlib konstruktor yarada bilərəm. Məsələn, brendə aid konstruktor yaratmışam və obyekt yaranan kimi konstruktor avtomatik işləyir deyə bayaq köhnə versiyada olanda error çıxartdı. Brendə aid məsələn bu məndən nə tələb eləyir? Bunu sileyim məsələn. Bu məndən string B tələb eləyir. Mən B-yə də istədiyim şeyi verə bilirəm. Məsələn, brendi yazıram ki, Mercedes. Məsələn, Mercedes. Brendi yarat. Yəni belə bir şey deyim. Birincisi konstruktorun qaydaları var da. Müsahibədə falan da düşür belə şeylər. Konstruktor birincisi obyekt yaranan kimi işə düşən xüsusi metoddur. Plus da konstruktorun return type yoxdur. Konstruktorun adı da klasının eyni olur. Məsələn, mən gəlib burada bir dənə konstruktor yaratmaq istəyirəm. Qısa yolu göstərim. Qutar yazırsan, taba basan kimi avtomatik yaradır. Məsələn, belə eləyək. Gələk burada bir dənə string A eləyək. String A. Burada da aşağı gəlib yazım ki, eee, məsələn, name bərabərdir A. Bir dəqiqə. Hə, bir dəfə götürmüşəm də deyir. Eyni tipi götürmüşəm. Ona görə problem çıxar. Heç nə. Belə bu formada işləyir. Ona düşdüm bura kimi. Ha, aydın. Məsələn, belə bir şey eləyək. Yazım bura name. Olsun test. Name'i də belə verdim. Mercedes'in test modeli var. Elə bir şey. Başa düşdün də. Məsələn, bunu belə baxmaq olar da. Tutalım ki, mən bir dənə klass yaradıram. Məsələn, tutalım ki, mənim şirkətim var. Maşın şirkəti. Maşın şirkətimin adı, maşınlarımın adı da Mercedesdir məsələn. Gəlib bir dənə şey yaradıram. İçində klass yaradıram. İçində də bir dənə həmən birində uyğun bir dənə konstruktor yaradıram. Deyirəm ki, yəni onsuz da mənim brendimin adı heç vaxt dəyişiləsi deyil də. Həmişə Mercedes olacaq brendimin adı. Şeylərin adları dəyişə bilər bu formada. İndi inheritance nədir? Inheritance nədir? Miras almaq. Adından da bəlli olduğu kimi, əslində inheritance-in tam olaraq mənası irsiyyətdir deyəsən, amma miras kimi də eyni şeydir də. Bu nədir? Yəni bir klass digərindən xüsusiyyətləri götürür. Məsələn, belə bir şey eləyək də gələk. Eee, necə eləyək? Məsələn, bir dənə valideyn klass yaradaq. Bura yazaq ki, bir dənə. Bu niyə bura keçdi? Gəlin buraya yazım ki, bir dənə class, parent, bir dəqiqə, parent. Eee, class parent, buna bağlı. Aha. İndi mən bir dənə valideyn klass yaratdım. Bunun içində məsələn yazdım ki, public
String surname. Soyad valideynindən gəlir də. Public string surname. Bir dənə də uşaq klassı yarada. Class. Adını qoyaq child. Bunu da bir dənə içində fil kimi name verək. Name. İndi belə bir məsələ var da. Uşağın adını valideyn qoyur. Amma soyad şeydən gəlir də. Gəlib bura bu həmən child klassının yanına, sağına qoşa nöqtə qoyuram. Deyirəm ki, getsən. Yaratdığın parent klassından miras al. Bu uje. Gəlib mən burada child klassının obyektin yaratsam. Gəlib buraya yazıram məsələn child. Olsun child bərabərdir new child. Mən burada gəldim, child klassının obyektini yaratdım. Normalda klassın içində olan şey nədir? Name. Miras almasam parentdən ancaq name istifadə edə bilərəm. Amma parentdən miras alıram deyə child yazıb nöqtə qoyanda həm surname çıxacaq, həm də həm də name çıxacaq. Bax, name. Amma bizdə child klassı içində surname adında bir field yoxdur. Biz parent klassından miras alırıq deyə avtomatik olaraq gəlir bizə. Gəlib burada məsələn yazım ki, surname olsun Abdullayev məsələn. Abdullayev name də olsun Musa. Bu da başa düşdün də yəni. Bir de mesela çelik Hı? Ha, mikrofon bağlamışam. Hə, eşidirəm. Hə. İndi bu formada təkcə fitlər yox, həm də metodlarda biz inheritance eləyəndə istifadə eləyir. Məsələn, hətta misal olaraq göstərirəm ki, daha şey olsun. Məsələn, bir dənə animal adında, yəni heyvan klassı yaradıram. Heyvan klassının içində bəzi metodlar olacaq. Hansı metodlar ola bilər? Heyvan neyini? Deyək heyvan bütün heyvanlara aid olan bir şey yazaq da. Məsələn, yemək. Public void geri qayıtmadı neçə? Eat. Belə bir metod yazdım. Bütün heyvanlara aid olan bir şeydir. Gəlib içində də bir dənə yazdım ki, console write line. Hə, bir dənə çıxarsın da ekran nəzər. Yeyir. Gəlib indi. Məsələn, mən animal klassı yaratdım. Bütün heyvanlar nədir? Məsələn, tutaq bir dənə heyvan. Məsələn, it heyvandır. Gəlib buradan deyirəm ki, class dog. Sonra bu gəlir şeyləsin. Animaldan miras alsın. Və itə aid bir dənə xüsusiyyət dinən ki, məsələn, itdə olsun. Məsələn, hürmək. İtdən başqa hürən heyvan var? Yox, heç biri hürmür. Ona görə gəlib sırf itə aid ha. Sırf itə aid bir dənə metod yazıram bura. Yazıram public void bark. Səhv yazdım. Sırf itə aid metod da bu. Çünki sırf it eləyə bilir onu. Yazdım ki, burada console write line məsələn have tamam ki. Belə bir şey. İndi mən gəlib burada dog klassı yenə eyni şəkildə obyektini yaratsam, həm it yemək yeyə biləcək, həm də ki, hürə biləcək. Hürmək özünə xas metoddur. Amma şeyləmək, hürmək ancaq itə aid metoddur. Yemək bütün heyvanlara aid metoddur. Mən gəlib burada bir dənə də heyvan yaradım. Məsələn, yazdım class, məsələn, duck yaradım. Duck ördək üzə bilir də deyirsən, hə? Hə. Hı. İndi məsələn, mən duck yazdım. Duck da heyvan olduğuna görə gəlib animaldan miras alacaq. Yazaq ki, məsələn, bunun özünə xas metodu var da. Üzmək məsələn. Yazım bura swim. Bu niyə belə olur? Swim. Ancaq ördək üzə bilir mən heyvanların arasında. Ayda nə oldu bu? Hı.
Yəni şey yazaq ki, üzr məsələn. Uje. Bu, mən burada klasslar yaratdım. Yaratdığım klasslar. Heyvan klası yaratdım. Heyvan klası içində bir dənə metod yazdım ki, yeyir. Bir dənə it klası yarattım. Bir dənə də ördək klası yarattım. Siz də gəldilər heyvan klasından miras aldılar. Heyvan klasındakı metod bunun bütün heyvanlara aid olduğuna görə yemək söhbətini oraya əlavə edin metodu. Və hər klasında özünə məxsus söhbət metodları gəldim oraya əlavə elədim. İndi belə bir məsələ var da. Məsələn, ona görə də bizim abstrakt klass deyirlər də bu animal klassın bu dəqiqə mən abstrakt klassımdır. Niyə? Çünki animal klassı əsas klassdır. Orada mən bütün heyvanlara aid olan bir şey metodu saxlayıram. Bütün heyvanlara aid olan nə var məsələn? Bütün heyvanlara aid olan məsələn yaza bilərəm ki, bu gəl bura. Public string niyə belə oldu? Hə, şey metodun içində yazmışam onu. Gəlib bütün heyvanlara bura yaza bilərəm ki, public string name. Bütün heyvanların adı var da onsuz da. Bütün heyvanlar. Bu bütün heyvanlara aiddir. Bütün heyvanlar yeyir. Bütün heyvanlar yaşayır. Bütün heyvanlar nə bilim nə ağırır da hər şey. Amma məsələn yaza bilmərəm ki, gəzmək. Çünki bütün heyvanlar gəzmir. Balıqlar gəzə bilir? Yox, üzürlər. Amma məsələn yaza bilərəm ki, heyvanlar hər şey eləyir. Nə bilim heyvanlar həyatda qalır. Belə şeylər də belə ümumi söhbətlər gəlib animal klassında yazıram, abstrakt klassında. Digər şeyləri, heyvanlara xüsusi şeyləri imenli öz xüsusi klasslarında yazıram. Bu arada mən gəlib animal klassı içində bu metodu yazsam. Gəlib buraya yazsam ki, belə bir söhbət var. Bu səhvdir axı. Niyə səhvdir? Çünki ördək hürə bilir, yox. Amma mən bunu buraya yazmışam. Gəlib Daka da demişəm ki, sən get animaldan miras al. Mən gəlib burada animalın şeyini yaratsam, obyektini yaratsam. Dakı animalla Dakın obyektini yaratsam. Orada metodların avtomatik içində görsənəcək ki, hə, ördək hürür. Elə bir söhbət yoxdur. Ona görə də biz e, əsas abstrakt klass yaradanda həmişə diqqət eləməliyik ki, qarşılıq düşməsin. Başqa nə deyə bilərəm? Başqa nə deyə bilərəm? Belə bir şey eləyək də. Belə bir şey eləyək. İndi mən sənə İncilvari bir dənə task verim. Ya da istəyirsən buradan sənin sualın varsa sualları ver, mən ona görə izah eləyim. Nəsə sualım var. Burada məsələn animal klassı obyekti animal nədir? Heyvan, itin və yaxud da ördəyin obyektin yaradımını göstərim sənin üçün. Yo, başa düşdüm qardaşı. Hə. İndi bir dənə sənə xırda bir dənə task verim. Yaxşı. Belə bir şey də. İndi heç bir yerə atmıram. Prosta deyirəm. İndi mən bu nəsə sualın yoxdursa şeyi bağlayım, rekordu bağlayım. Yo, yoxdur. Hə, heç nə. Stop eləyirəm onu.